Salam, gəlin sizlə birlikdə 5-ci sinif Azərbaycan dili suallarının izahına baxaq. Yəqin ki, mətni diqqətlə oxudunuz. Polly Harrington mətni çox maraqlı və sadə bir mətn idi. İndi gəlin izahına baxaq. Əvvəlcə bizə deyir ki, verilmiş cümlələri qarşısına rəqəm yazılmış hansı abzasın sonunu artırmaqla mətni genişləndirmək mümkündür. Baxın, amma bu bəxtəvərlik elə 2 ay əvvəldə qaldı. Deməli, bəxtəvərlikdən burada da danışır. Baxın, bəxtəvər hesab edirdim. Deməli, bunun arxasıca artıra biləcəyik. Yenə də amma yoxlayaq. Birincidə, xoş bir iyun səhəri idi. Burada artıq mətnimizin giriş hissəsidir. Bu hissəyə uyğun deyil. İkincidə, bu iki sözün ardınca xidmətçi qız dərinə bir ah çəkmək istədi, amma özünü saxladı. Görəsən nə vaxtsa evin sahibəsi onunla razı qalacaqdımı? Bir dəfə olsa ona xoş bir üz göstərəcəkdimi? Bunu arxasıca artıra bilmirik. Dördüncüdə də bizdən abzasın sonunu artırmaqla bu hissəyə uyğun deyil. Odur ki, cavabımız 1-də C. Düzgün cavabımız. Sonra baxaq növbəti suallara. İkincidə, biri Nancy'yə aid edilə bilməzdir. Nancy mətndən yadınızda qalıbsa 2 ay idi ki, bu malikanədə işləyirdi. Amma burada yazılıb ki, bir neçə ildir ki, zəngin bir insan malikanəsinə qulluq edir. Bu artıq yanlış bir fikirdir. Sonra 3-də, mətndə hansı sual cavab yoxdur. Nancy niyə işləmə məcbur idi? Çünki ailəsini dolandırmaq lazım idi. 2-də, yəni B bəndə, Nancy'nin anası hansı xəstəliyə tutulmuşdu? Bunu biz mətn əsasən bilmirik. Ailəsi neçə uşaq var idi? Nancy'dən əlavə 3 uşaq da var idi. Bunu da bilirik. Bəxtəvər özünü hesab etməsinin səbəbi, çünki bu ailə çox zəngin idi ona görə. 4-də, nəticəni oxuyub səbəbi tapmalıyıq. Polly əsəbləşərək acıqlı səslə Nancy'yə deyir. Dəfələrlə demişəm ki, səni çağıran zaman əlindəki işi dərhal saxla və mənə qulaq as. Deməli, Polly Harrington yüksək səslə Nancy'ni çağırır. Nancy isə ona əlindəki məcməyə yüyə cavab verir. Bu, onun nəticəsi ola bilər. Yəni, bu səbəb, bu da nəticə uyğun gəlir. 5-də, birət Polly Harringtonun nitqidir. Yəni, onun danışığını axtaracaq. Mən sənin izahına qulaq asmalı deyiləm. Sən məni dinləməlisən, onun nitqidir. 6-cı sualımızda deyir ki, altına xətt çəkilmiş cümlədəki sözlərin biri çoxlu mal dövləti, sərvəti olan adam. Biz bunu zəngin sözünü götürəcəyik buradan. Zəngin sözü cavabı yazırsınız, olur sizin düzgün cavabınız. 7. Hansı cümlədəki fərqləndirilmiş sözlə leksik şəkilçi işlənmişdir? Çay, çaydan. Bu leksik şəkilçili düzgün cavabımızdır. B bəndi Lənkərandan haradan sualına cavab verir? Hal şəkilçili. Baba nəvəsini çaydan su gətirməyə göndərdi. Haradan? Çıxış hal şəkilçisidir. Bu məlumatı kitabdan oxumuşam. Düzgün cavabımız bu da deyil. Sonra 8-də oyanmaq sözü həqiqi mənada işlənmişdir. Elşad səhər yuxudan oyandıqdan sonra idman edir. Həqiqi mənadadır. 9. Çiyələk sözündən sonra hansı sözü işlətsək, K samiti Y kimi tələffüz olunar. Özündən sonra sait gələndə. Bunu dəfələrlə demişəm. Sait gələndə Y kimi tələffüz olunacaq. Amma samit gələrsə X üstü ştrix səsi ilə. Gəldik 10-cuya. Fərqləndirilmiş sözlərin leksik mənası ilə bağlı uyğunluğu istir bizdən. Deməli, qeyzlə dilləndi. Qeyzlə yəni acıqla, hiddətlə. Hüseyn o dostuna təpindi, yəni qışqırdı, dalaşdı. B. Güllə yaxşı səngimək bilmirdi, yəni azalmaq bilmirdi. Düzgün cavabımız A variantı. Hansı söz amonim olmaqla yanaşı çox mənalıdır? Deməli, bunun cavabı qoldur. Qol sözün hansı həqiqi mənaları var? Birincisi imza, ikincisi futbolda vurulan qol, üçüncüsü insanın qolu. Çox mənalı kimi ağacın qolu, çayın qolu, düzgün cavabımız qoldur. 12-də nəqli cümləni müəyyən edin. Bu sual cümləsidir. Kitabı mənə ver əmr cümləsidir. Yaşasın, qalib gəldik, nida. Mən dərslərimi yaxşı oxuyuram, nəqli cümlədir. 13. Verilmiş cümlədəki hansı söz bir işdə, döyüşdə, qoçaqlıq, mərdlik göstərən insan təbii ki, bunun cavabı igid olacaq. 14. Balıq sözündəki saitlərin hər ikisinə aid olan xüsusiyyətləri, yəni A ilə I saiti ilə bağlı. Hər ikisi qalın qapalıdır, xeyr, I açıqdır. Hər ikisi incə, xeyr, ikisi qalındır. Hər ikisi açıqdır, xeyr, I qapalıdır, qalır C bəndi. Hər ikisi qalın, dodaqlanmayan saitdir, cavabım düzgündür, C variantı. Ocaq sözündən sonra verilmiş sözlərin hansını işlətsək, ocaq sözünün son samiti G kimi tələffüz olunacaq. Bunu da demişik ki, sait gələndə. Sait gələndə G-dır, samit gələndə isə X-dır. Bunu dəfələrlə demişik. Gəldik 16-ya.
Verilmiş nümunədəki hansı söz məcazi mənada işlənmişdir? Baxın, burada insan seli yazılıb. İnsan seli yanlışdır. Yəni, bu məcazi mənadadır. Həqiqi mənada, məsələn, çayın daşır, sel əmələ gəlir, budur. 17. Fərqləndirilmiş sözlər bir-biri ilə münasibətdə amonim deyil. Baxın, burada ayaq sözünə. Qarın üstünə heyvan ayağının izi var. Ayaq sözü burada həqiqi mənalıdır. Evimiz kəndin ayağındaydı. Bu çox mənalıdır. Bu amonim sayılmır. 18. Hansı cümlədə tünd hərflə verilmiş söz leksik mənaya malik deyil? Yadınızdadsa demişik ki, əsas nitq hissələrinin həm leksik, həm qrammatik mənası var. Köməkçi nitq hissələrin isə yalnız qrammatik mənası var. O da B bəndində var, lakin sözü. Gəldik 19-a. Dolu vedrə birləşməsindəki dolu sözünün amonim təşkil edən sözü işləndiyini. Dolunun iki mənası var. Dolu vedrə, bir də göydən yağan dolu. Dolu yağırdı. Düzgün cavabımız budur. Toxuculuq mətni maraqlı bir mətn idi, asandır. Birin mətninə toxuculuq məhsulu kimi verilməmişdir. Təbii ki, ayaqqabı toxunan bir şey deyil. 21. İpəkçinin ilk yarandığı ölkə. Deməli, İpəkçinin ilk yarandığı ölkə, bax burada yazılıb. Çində ipəkçilik yarandı. Bir də C, Çin. Sonra pambıqdan parça toxunulan ölkə. Bu Hindistan, 2-də A. Bizə gəlib çatmış qədim parçanın toxunduğu, bax burada yazılmışdı. Bu günlərdə bizə gəlib çatmış ən qədim parça Türkiyədə. Bax bu hissədə yazılıb. Deməli, düzgün cavabımız A bəndi. Mətnin məzmununa əsasən hansı ifadə nöqtənin yerinə yazıla bilməz? Baxın bu hissədən gedir söhbət. Sonradan əyrici və toxucu dəzgahlar, nöqtələr. Bu dəzgahlar daha məhsuldar olduğu üçün tezliklə geyim nəinki daha gözəl, həm də daha ucuz oldu. Burada yox oldu sözü, yəni yerinə qoyula bilməz. Yanlışdır. Orta əsrlərdə Azərbaycanda ipəkçilik, barama salxlama və ipək parça istehsalının yüksək inkişaf etməsinin səbəbini mətnin hansı tərkib hissəni müəyyən etmək mümkündür? Baxın, bu bizim girişimizdir. Nəticəmiz, yerdə qalan isə bizim əsas hissəmizdir. Girişdə Azərbaycanla bağlı danışılmayıb. Nəticədə Azərbaycanla bağlı danışmayıb, yalnız əsas düzgün cavabımızı götürürük. Sonra, mətnə əsasən yanlış fikir istəyir bizdən. İnsanlar qədim dövrlərdə geyim hazırlamağı bacarmırlar. Cümləyə baxın. Baxın, buradan bura ox çəkdim hətta. İnsanlar hələ daş dövründə geyim hazırlamağı öyrənmişdilər. Amma B bəndəki bacarmırlar yanlışdır. Gəldik 26-ya. Altına xətt çəkilmiş cümlədən adam sözün qarşılığı təbii ki, bu da insandır. İnsan. Bu da belə. Ümid edirəm ki, hər biriniz yaxşı yazarsınız. Sağ olun. Gələn dərs görüşərik.